Deməli, dördüncü sualda reaksiyanı yazıram bura. 2CO üstəgəl O2, 2CO2. Ümumiyyətlə, qrafikdə artan xəttlər məhsulu bildirir. Azalan xəttlər başlanğıc maddəni bildirir. Yəni, bizdə məhsul CO2-dir. Artan xəttdə Y, onda Y CO2. Bunu bildik. İndi CO ilə oksigen hansı X-lə Z-də onu tapmalıyıq. Deməli, CO2 baxırıq ki, qrafikdə, yəni Y nə qədər alınıb? 0,2 mol alınıb. Bu zaman CO nə qədər sərf olunub bilmirəm. 2 mol CO2 alınanda 2 mol CO sərf olunursa 0,2 də 0,2 mol CO sərf olunur. Baxıram ki, baxın Z-də 0,3 olub, sonra 0,1-i artıq qalıb. Deməli, 0,2 mol burada sərf olunma baş verib. Onda deməli bizdə Z maddəsi olacaq CO. Z maddəsi CO, onda X-də O2 olacaq. Doğru cavab B variantı. İndi onu da yoxlasaq, baxaq ki, 2 mol CO2 alınanda oksigen 1 mol deməli sərf olunursa, 0,2-də də 0,1 mol sərf olunacaq. Həqiqətən X-ə baxıram ki, 104 götürüb, 103 artıq qalıb. Deməli, 0,1 mol sərf olunma var burada 4-cü sualda. Sonra 11-ci sualda, ümumiyyətlə reaksiyada burada görürük ki, bərabərləşmə halı var. Deməli, müəyyən nöqtədə və ona görə reaksiyanın sol tərəfindəki əmsal cəmi sağ tərəfindəki əmsal cəminə bərabərdir. Doğru cavab burada olacaq D variantı. 12-ci sualda isə görürük ki, burada 2 dənə qaz verib CO2 ilə N2. Deməli, qaz qarışığının ümumi kütləsi 18 olanda, bu azotun kütləsi, çünki orada kəsişir, azotla kəsişir. Ümumi 18 olanda azot 7-dir. Onda CO2 nə qədər olub? 11 qram. Çünki 18-dən 7 çıxanda 11-də CO2-dir. Sonra CO2-nin miqdarı artıb olub 33. Yəni 3 dəfə artım baş verib. Bizdən də X qarışığının kütləsini istəyir. X da CO2 ilə N2-nin cəmindən ibarətdir. CO2-ni bildiyi 33 qramdır. N2 bəs nə qədərdir? 3 dəfə, bu əgər CO2  3 dəfə artıbsa, burada düz mütənasiblik, onda bu da 3 dəfə artıb olacaq. Deməli, 21 qram. 33 üstə gəlsin 21, bu da eləcək 54 qram. Doğru cavab B variantı. Deməli, 4 mol N2, 8 mol H2 qarışıq yüksək təzyiq katalizator qızılır. Deməli, reaksiyanı yazırıq. Birinci N2, H2, 2NH3. Deməli, 4 mol N2, 8 mol H2, bura 1 yazıram, bura 3 yazıram. Deməli, əvvəl qaz qarışığı nə qədər idi bizdə? 4 mol N2 var idi, 8 mol H2, əvvəl 12 idi. Sonra deyir ki, reaksiya nəticəsində 4 mol NH3 əmələ gəldi. Biz bu 4 mol NH3-ün köməyi ilə tapaq görək ki, azotla hidrogen nə qədər sərf olunur. İndi hidrogeni 8 götürmüşdük, amma görək nə qədər sərf olunur. Deməli, 2 mol amonyak alanda 3 mol hidrogen sərf olunursa, 4-də X-dır, o da eləyəcək 6. Amma hidrogeni nə qədər götürmüşdük? 8. 8-dən 6-sı sərf olundusa, 2 mol deməli H2 artıq qaldı. 2 mol H2 artıq qaldı. Sonra indi azota baxırıq. Deməli, burada bir də yazaq. Silindi. Deməli, bir də yazaq. Deməli, N2, H2, 2NH3. Əvvəl bizim qaz qarışığımız 12 mol idi, 4 mol. Azot 8 mol, H2. Əvvəl 12 mol idi. Sonra, deməli, 4 mol NH3 əmələ gəldi. Bu zaman 4 mol NH3 əmələ gələn zaman görək nə qədər azot sərf olunur. 2-yə 1-dirsə 4-ə də olacaq 2. Azotu da 4 götürmüşdük. İkisi sərf olundusa, onda sonda deməli 2 mol N2 alındı və hidrogenə baxaq. 2-yə 3-dürsə 4-də də eləyəcək 6. Hidrogeni də 8 götürmüşdük. 8-in 6-sı sərf olundusa 2 molda hidrogen artıq qaldı və 4 molda NH3 əmələ gəlib. Deməli, sonda ümumilikdə 2, 2, bu da 4, 8 mol qaz var. Əvvəl 12 idi, sonra 8 oldu. Bu da neçə dəfə eləyir?
12-ni bölürəm 8 eləyir. 1 tam 10-da 5 dəfə. Doğru cavab 16 da olacaq. Y variantı. 19-cu suala baxırıq. Deməli, reaksiya daxil olan maddələr dedik azalan xətlərdir. Yəni X-la Y2 reaksiya daxil olub alınıb XY. Əmsallaşdırırıq, düzəldirik. Baxırıq ki, XY nə qədər alınıb 40 qram verilənləri üzərinə yazırıq. Sonra Y2 həm X2 həm Y2 M qram götürüb. Amma X-in hamısı sərf olunub. Yəni X-i M götürüb, hamısı sərf olunub. Bura M yazıram. Amma Y-i M götürüb, 24 qramı artıq qalıb. Onda M-24 qramı sərf olunub. Biz də bilirik ki, reaksiyanın sol tərəfindəki kütlələr cəmi bərabərdir sağa. Yəni M plus M-24 bərabərdir 40-a. Buradan da 2M bərabərdir. Deməli 64-ə, M bərabər 32-yə. M-i tapdıq ki 32-dir. XY maddəsində deyir ki, bizə X-in kütlə payını tapın. Deməli, buradan ümumi XY-in MR-i deməli 40-dır. Kütlə payını tapanda biz ümumi maddənin kütləsini məxrəcdə yazırıq. Nəyin kütlə payını istəyirsə, onun kütləsini sürətdə yazırıq. X-in kütlə payını istədiyinə görə X-in kütləsini sürətdə yazırıq. X-in kütləsini nə qədər tapdıq? 32 qram, yəni M idi. 32 olacaq, vurulsun 100, bu da eləcək 80%. Əgər Y desəydi, onu 8 qram götürəcəkdim. Niyə? 32-dən 24 çıxanda, çünki 8 qram eləyir. Yəni 40 qramın 32 qramı X idi, 8 qramı da Y. Daha sonra, deməli, nömrə 2-yə baxırıq. 6. Bu da bayaqkidandır, eynisidir. Burada da deməli, məhsulumuz artan xət Y, məhsulumuz da CO2-dir. Yəni Y oldu bizdə CO2. Y-ə yazırıq ki, Y CO2-dir. Baxırıq ki, reaksiyada Y nə qədər alınıb? 0,2 mol. Burada da reaksiyanı yazsaq. Deməli, bu 0,2 mol alınanda bu nə qədər sərf olunur? 2-yə 2-dirsə, buna da 0,2 eləyir. Görək, burada 0,2 sərf olunan kimdir? Yenə Z olacaq. 0,3 götürmüşük, %1-i artıq qalıb, yəni %2-si sərf olunub. Onda Z bizdə olacaq CO. X-də olacaq oksigen. Deməli, doğru cavab olacaq 6-da B variantı. Sonra 10-cu suala baxırıq. Bu toplumlu sualıdır. Deməli, müəyyən temperaturda sabit həcmli qapalı qabda 1 mol SK6 var. 1 mol H2 əlavə edilərək birinci qaz qarışığı alınır. Qaz qarışıqlarının orta molar kütləsi M orta bərabər nö1 M1 üstəgəl nö2 M2 bölünsün nö1 plus nö2 şəklində yazılır. Deməli, 1 mol SK6, 1-i vururam SK6-nın kütləsini 30-a. Üstə gəlirəm, 1 mol H2, 1-i vururam 2-yə, bölürəm 1 plus 1-ə. Bu da eləyir 32-ni 2-yə böləndə 16. Birinci qaz qarışığını tapdıq ki, bunun orta molar kütləsi 16-dır. Sonra ikinci qaz qarışığı var. Burada ikinci qaz qarışığına deyir 3 mol da CH4 əlavə edilir. Yəni artıq burada 3 qaz var. Yəni 1 vurulsun 30, üstə gəlsin 1 vurulsun 2, bir də 3 vurulsun 16. Mollar da 1 üstə 1 üstə 3. Buradan da deməli 32 üstə 48 80, onda 5-ə böləndə 16. İkinci qaz qarışığı da elədi 16. Sonra nə deyir? Və etanın molar kütləsi qaz qarışığı doğru. Etan da SK-H6-dır. Bu da 30 qramdır. Yəni SK-H6 böyük olacaq. 1 ilə 2 də bir-birinə bərabər olacaq. Deməli, doğru cavab 10-da olacaq A variantı. Sonra baxırıq 15-ci suala. Deməli, CH4 verib, bir də N2 verib. Amma mollarını bilmirik. Buna X yazıram, buna Y yazıram. Orta molar kütlə 23,2 qramdır. Orta molar kütlə, yəni 23,2 bərabərdir. X vurulsun 16, üstə gəlsin Y vurulsun 28, bölünsün X plus Y.
N1 M1 N2 M2 bölünsün N1 plus N2 düsturuna əsasən. Buradan da 23 ondaki x üstə gəlsin 23 ondaki y bərabərdir 16x üstə gəl 28y. Buradan da deməli 23 onda 2-dən çıxanda 16-nı 7 ondaki x bərabərdir 28-dən çıxanda 23 onda 2-ni 4,8y-ə hər tərəfini biz 4,8-ə bölsək 1,5 bu y-idi yəqin ki 1,5x bərabər olacaq y-ə. Yəni y-i burada silirəm, yerinə yazıram 1,5x. İndi bizə nə deyir? Qarşılıqda CH4-ün həcm payını tapın. Yəni mollarına görə. X-i bir yerdə deməli 2,5x-dır. Metan dediyinə görə metan x-dır. Onu da vururam 100-ə. X-lar getdi. 100-ü də böləndə 2,5-ə eləyəcək 40%. 15-də doğru cavab 40. Sonra neçəyə baxırıq? 16-ya baxırıq. Deməli, eyni kütlədə götürmüş CO və O2 qazlar reaksiya daxil oldular. Reaksiyanı yazıram. CO2 reaksiyasının alınır CO2. Eyni kütlə dizinə görə m qram. Bunun altına öz kütləsini 2 vur 28, 56 qram. Burada yazıram 32 qram. Birindən 6 qram artıq qalarsa, deməli, nə edirdik bu zaman? Şərtdə veriləni reaksiyadakına bölürdük. M-i 56-ya bölürəm, bir də 32 bölürəm. Hansı daha az eləyirsə, o tamam sərf olunur. Deməli, çox olan təbii ki, çoxdursa, ondan artıq qalır da. Burada M-i 56-ya bölsəm, deməli, daha az eləyəcək. Ona görə, deməli, CO tam sərf olunub, oksigendən artıq qalıb, nə qədər? 6 qram. Yəni, M götürmüşük 6 qrama artıq qalıb, onda M-6 qramı reaksiya sərf olunur. Buradan da tənasüblə həll eləyə bilərik. 32M bərabərdir 56M minus 56-nı 56-nı 6-ya vursaq bu da eləyir 336. 56-dan 32 çıxsaq 24M bərabərdir 336-ya. 336-nı da 24-ə böləndə M bərabər olur 14. İndi bizdən soruşur ki, neçə qram karbon dioksid alınır? M-i tapdıq 14, buranı silirəm, yerinə yazıram 14, buraya yazıram x qram, burada yazıram 2 vurulsun 44 CO2-nin M-i. Buradan da yenə tənasüb yolu ilə x-i hesablayıram, 14 vur 2 vur 44 bölünsün 56, bu eləyir 4, bu eləyir 11, 11-də 2-yə vuranda eləyəcək 22 qram, 16-da doğru cavab D variantı. 20-ci suala baxırıq. Deməli, A və B maddələr arasında gedən reaksiyanın qrafikinə əsasən x plus y cəmini müəyyən edin. Baxıram ki, A nə qədər? A-nı 100 qram götürüb. 88 qramı artıq qalıbsa, yəni gəlib dayandığı xət, A-nın və dayandığı xət, onun artıq qaldığı miqdarı göstərir. 100-dən də 88-i çıxanda 12 qramı sərf olunub. A-nın 12 qramı. A yeri də burada baxıram ki, elə 12-dir. A yeri də 12-dir. Elə 12 qram sərf olunubsa, deməli, x elə 1-ə bərabərdir. Yəni, A bir dənəymiş. İndi B-nin sərf olunmasına baxırıq. Yenə B-ni də 100 qram götürüb, amma gəlib 36-da dayanıb. Yəni, 100-dən 36 çıxanda eləyir 64 qramda B sərf olunub. Amma B-nin ayırı 32-dir. Deməli, B-dən 2 dənəymiş. Onda AB2-dir formulum. Bu da x plus y cəmini istəyir. O da 3-ə bərabər doğru cavab Y variantı.